Deməli, rasional kəsirlərdən başlayaq işləməyə. Bir Rasyonel işləyək şəkillər. inşallah. Bəli. Tamam. Yine hem toplu 9'un toplusundan rasyonel kəsirləri işləyək. Əsma, kitabın var da sənin, Bəli. düzdür? Hə, aç baxaq. Aha, var. Birincini sən deyə bilərsən. Bakın dəqiqə mən. Aha. Birinciden ona M-lə demək N. Burada M-lə N-i birləşdiririk. Yox, bu bölmədir. X bölünsün n. Bölünəndə Hı-hı. kəsirlərin bölünmə xassəsi var idi. Birinci qalır, ikincini neyinirik? Tərsinə Dəyişirik. vururuq. Bəli, Aha. aysa. X kvadratı aşağıda düşür. M də yuxarı qalxır. Sonra Aha. neyniyəcəyik? XM N də yanına gəlirik. X-dan x kvadrat ixtisar gedəcək. X-dan x kvadratı. Aha. Burada bu x gedəcək. Burada da 2 dənə daha x kvadratıdır. Bir dənə x qalacaq. Deməli, Aha. surətdə nə qalır? 1 vurulsun m qalır. Aşağıda da n vurulsun x qalır. Hmm. Başa düşdün? N vurulsun x qalır. Aha. Aydın oldu. Başa düşmədinsə bir də izah edeyim. Əslində yaxşı var bir də izah eləməyidir. Bax qızım, kəsirlərin elə bil ki, bölünməsidir də. Birinci qalır olduğu kimi, ikincini tərsinə vururuq. Vuranda, vurmada ixtisar eləyirik. Birinci x-la x-in kvadratını ixtisar eləyirik. Hər ikisini x-a bölürük. X-i x-a böləndə 1 qalır, x-in kvadratını x-a böləndə x qalır. İndi baxırıq görək surətdə nə qaldı? Surətdə m qaldı, məxrəcdə də n vurulsun x qaldı. M bölünsün, n vurulsun x A variantı. Hə, bunu anladım. Ay sağ ol. İkincini Mədinə izah eləyə bilərsən? Mədinə burdasan? Həmən mən səsim bağlıymış, mən də danışıram. İzah elə görək ikincini. İkincidə ixtisar eləmək üçün 3 çıxaq x-dir, o biri də 2 çıxaq 3-dür. Bunların yerini dəyişdiririk, onda mənfi alınır. Aha. İxtisar 3 eləyirik, çıxılsın qabağına x mənfi eləyəndə, qoyuruq. bəli, qarşısına mənfi qoyacaq. E Deməli, variantı. bunlar getdi, qaldı mənfi 4-də 3. Əsma, deməli neynədir? 3 çıxılsın x idi. Bunu x çıxılsın 3-ü də yerini dəyişdik ki, bunları ixtisar eləyə bilək. Çıxmada yerlərini dəyişəndə mütləq qarşı mənfi atılacaq. Olacaq mənfi 4-də 3. Anladım. Sonra üçüncüyə baxaq. Üçüncünü izah eləyə bilərsən, Əsma? Mən onu da izah edirəm. Sən bax istəyirsən. Deyirsən, denə. Hə. Ortaqları burada ortaq məxrəcə çıxaracaq. Ortaq vuruğu İki olaraq, mötərizənin iki olaraq xaricinə. çıxarıq. İki Neçə? olaraq çıxarıq mötərizə. Niyə? İki 4A olaraq. burada var, 4A burada var. Yox, 4A-nı mötərizə. çıxartsaq, Aha. qalacaq nə? Buradan Y qalır, buradan da X 2A. qalır. Y üstə gələ X qalır. Qızım, 4A-nı çıxarırıqsa, 4A-nı çıxarıq mötərizənin xaricinə. İçəridə qalacaq Y, üstə gələ X. 4A-lar elə bir gedəcək də. Hər tərəfi 4A-ya böləndə 1 qalacaq. Yavaş-yavaş çatırıram. Bəli, aşağıda da 8A qalır. İndi biz nələri ixtisar eləyə bilərik? Demək, 4A-nın 4A-nı çıxdıq. Y qaldı. 8A. Demək. 4A ilə 8A ixtisar 8-i də gedər. 8 də Bəli. 4 ilə ixtisar gedər. Aşağıda qalacaq 2. A-lar da 2A. gedəcək 4. Deməli, 2A. qalacaq yuxarıda Y üstə gələ X. Aşağıda da 2A. 2. A-lar da gedir axı. Hə. Y üstə gələ X, aşağıda da 2. Çünki A-lar da ixtisar getdi. Hı. O da C variantıdır. Yaxşı, dördüncüsünə baxaq. Mədinə izah edirsən. Hə, sən demək istəyirsən, denə. Əsma, denə. 4-də 8 B-lər ixtisar gedir. Biri qalır da elə. Bax, 8, bəli, 8B ilə bunlar gedir. Burada bir dənə B qalır. Bəli, yuxarıda bir B qalır. Aha, A kvadratla A kubu da ixtisar gedir. Nə qalır?
Orada da yalnız A qalır, bir dənə A. Bununla da bu gedir. Bəli, A qalır. İndi cavab nə olacaq? Cavab B, A. B üstündə də A. B üstündə A yox. Elə A, B. B-ni də A-ya vuranda olacaq A, B. Sadəcə A, B. A variantı. Kəsrlə olmayacaq. Yox, axı aşağıda qalmadı. Qalanlar ikisi də surətdə qalıb ona görə. Aşağıda Hə. qalmayıb axı. Beşinciyə bax. Beşincini fikirləşin görək. Burada mənə A ilə B gedir yuxarıda. 3AB. Yox. 3A, Ya, B. arada toplama varsa biz onları hələ ixtisar eləyə bilmərik. Burada ortaq məxrəci çıxartmalı. Ortaq vuruğu mötərizə xaricinə çıxartmalıyıq. Baxıram bax, burada 3 ilə 2-dən ortaq yoxdur. Ədədlərə baxsana. çıxaracaq. A, bir də B-ni. Çünki hər ikisindən kiçik olanı çıxardacağıq. Burada A kvadratıdır, burada A-dır. Kiçik A-dır, A-nı çıxardıram. Burada B kvadratıdır, burada B-dir. Bir də B-ni çıxardıram. Qaldı nə? Nə qalacaq A. burada? Demək. 3 qalacaq, bir də A qalacaq. Bəs bu tərəfdə nə qalacaq? 2 qalır da, 2-ni çıxartmamışıq axı. 2 qalır. A-nın birini götürmüşük, B-nin də birini götürmüşük. Qalacaq B. Bax, burada yazıram. B üstə gələk 2A B kvadratı. Burada eyni olanları, baxıram 3-lər eyni deyil. A bir də B eynidir. Bunların hər ikisindən kiçikləri götürürük. A, B-ni götürdük. Qaytarıb hər birini elə bil ki, A-B-yə bölürsən. A-B-yə bölürsən. A-B-yə böləndə bu A ilə bu A-nın biri gedir. B ilə B gedir. Bir dənə A qalır. Yəni nə qalır? 3A. Burada A ilə bu A gedir. B ilə də bu B-nin biri gedir. Qalır 2B. İndi aşağıdan nə çıxardaq? Ortaq nə çıxarda bilərsən? Bax gör. A-nı çıxara bilərəm. Bəli, A-nı çıxartsaq nə qalacaq? Hər tərəf elə ki A-ya böl. Demək. B. Yox, bax birinci bunu da 3A kvadratından A-nı götürdün. Nə qaldı? 3 kvadrat. 3A qaldı. Üç. A qaldı. A-nın 2 dənə idi də. Biri getdi, biri bundan getdi, bir dənə A qaldı. Üstə gələk. Bunu da A-ya İki. böləndə 2B qaldı. 2A, 2B. B ilə A-lar getdi, 2B qaldı. Düzdür? Bunlar da Sonra- ixtisar gedir də. Aha. Bəli, 3A üstə gələ 2B ilə 3A üstə 2B gedir. Burada da A ilə A gedir. Qaldı nə? Cavab B. Sadəcə B. Bəli. Yaxşı, 6-cını nətər yazaq? Mədinə yazdın 6-cını? Bəli. Neçə almısan? B 6-cıda C-də 16C almışam. 16C. Əsma, yaza bilərsən. Bax, birinci qalır, ikincinin yerini dəyişirik. Sonra da ixtisar aparırıq. 4A kvadratı B bölünsün C. Vurulsun, bunların yerini dəyişir tərsinə. 4C kvadratı yuxarıda, A kvadratı B də aşağıda. İndi, bax, A kvadratı B, A kvadratı B. Bundan bu bütöv getdi. Getdi. Düzdür? Aha. C'nin biri ilə, burada bir dənə C getdi bu C ilə. İndi nə qaldı? 4 Yuxarıdan- və 4C. 4-ü 4-ə vurasan. 16C olacaq cavab. Bəli, 16C olacaq. Hı hı. Sonra 7-yə baxaq. 7-də bunlar alt belə ixtisar gedə bilər, yoxsa yox, sadəcə Yox. burada da ortaq. Burada Bəli. vurma, arada toplama var deyə olmaz. Gərək biz vuruq yaradaq orada, hasil olsun ki, onlar ixtisar getsin. Ortaq vuruq çıxardırıq da. Bəli, burada da ortaq vuruğu de görüm Mədinə. Yazmısan 7-nə? Bəli, birincidə Aha. A-da ortaq vuruq. Bəli. İkincidə Qal- də B-dir mənim. Bəli, qaldı nə? 5A, üstə gələk B, üstə gələk 1. Buradan Hı hı. A-ları çıxaranda burada B qaldı. Burada da A-nın yerində 1 qalacaq. Çünki hər tərəfi A-ya bölürük axı. A-nı da A-ya böləndə 1 eləyir. Aşağıda da Bir də B-ni mən- çıxar. Bəli.
B-nin birini çıxarıq, yoxsa hamısını çıxarmalıyıq? Burada Birini. kızım, Aha, burada ortaq olan bir dənə B-ni çıxaracaq. Hər ikisində ən kiçiyi aha, çıxaracaq. Hər üçündə daha doğrusu. Ən aha. kiçiyi də B-dir. B-ni Onda burada da belə çıxaranda yazaq. B üstə B üstə gələk, gələk. 5A, Hə, üstə 5A. gəl 1. Ay, sağ ol. Bunlar da Hı, gedəcək. İndi bunları ixtisar eləyə bilərik. Çünki bax bu arada vurma var. Ona görə ixtisar eləyə aha, bilərik. Qalacaq A bölünsün B. B. Aysa indi 8-i özün sərbəst yaz görüm. İstəyirsən denə bir yerdə yazaq. 8, aha. Dəqiqən. Demək, X olacaq burada ortaq vuruq. Yazacaq Aha, 3. bəli. Demək, X 3. Üstə gələk. 3x olacaq da. 2-də nədir? Aha, Birini götürdük. Aha, üstə aha, gələk. 3X üstə gələk, Y. Bəli. Çıxaq 1 olacaq da burada da. Aha, Sonra burada da Y. bəli. Üstə gələk, 3X. Çıxaq 1. Bəli. Demək, bunlar ixtisar gedir. Aha, Bunlar cavabda gedir. da Bax, qalır. yerləri dəyişik olsa da, amma Aha, eynidir də. 3x-lə 3x, y-lə y çıxılsın 1. Eynidir bunlar. Sadəcə yerləri dəyişikdir, olsun. elə Bunlar cavabda Y, x belə bölünsün, y qalacaq. Y. Aha. X bölünsün, y qalacaq. Bəli. Mədinə 9-u sən deyirsən? Bəli. Əsmə sən də qulaq as. Bu hansısa Evet, müxtəsər 9-u vurma düsturunun açılışıdır. Hə. X üstə gələk. Yox, X çıxılsın 5. Aha, x çıxılsın 5-in. 5-in kvadratı. Bəli. Bölünsün. İndi bunu açaq. Necə açarıq x kvadrat çıxılsın 25-i? X çıxılsın 25, vurulsun Yox. X üstə gələk 25. 25 yox da. Bu 25 5-in kvadratıdır E axı. 5-i daha doğrusu saçdım. 5, Hə, 5. bəli. X çıxılsın 5, x üstə gələk 5. Buradan da x çıxılsın 5-in bu yuxarıdakının biri ilə gedəcək. İxtisar Qalacaq gedir. x çıxılsın 5. Bəli, aşağıda da x üstə gələk 5 qalacaq. Əsma başa düşdün? Aha, başa düşdüm mən. Lap yaxşı. 10-cuya baxaq. İndi 10-cunu fikirləşə bilərsən nəyin kvadratıdır? Necə tapaq onu? Demək, bəli, X çıxılsın 7. Aha, aferin. X çıxılsın 7-nin nəyi? Aha, Kvadratı. kvadratı. Bəli, bəli. O aşağıda da X çıxaq 7, bir də X üstə gəl 7. Əla. X üstə gələk 7. Aha, sonra Çıxaqlar ixtisar gedir, çıxmalar ixtisar gedir. Cavab X üstə gəl 7. yuxarıda biri qalır da. Yuxarıdakı 2 dənədir Hə, kvadratda. başa. Onun da biri gedir. Demək, Aha, X çıxaq 7, altta da X üstə gəl 7, vəsə. əla. Aferin. Sonra baxaq 11-ə. On birə baxaq bir yerdə. Yoxsa Mədinə yazmısan? Yox, mən bunu yaza bilmədim. Aha, gəl onda baxaq. Burada 2 dənə mənfini var. 2 dənə mənfini mötərizə xaricinə çıxartsaq, nə qalar? B kubu üstə gələ 27 qalar. Məxrəcdə də nəyin açılışıdır? 3-ün. Yox, məxrəc yox. Heç nəyin hələ ki açılışı deyil. Məxrəc qalsın B kvadratı, çıxılsın 3B, üstə gələk 9 kimi qalsın. İndi yuxarıda baxırıq. Mənfi ilə işimiz yoxdur. Mötərizədə B kubu üstə gələk 27-nin gəlin. B kubu üstə gələk 3-ün kubudur. Düzdür uşaqlar? B kubu üstə gələk 3-ün kubudur da bu. Bunu necə açırdıq? Yadımıza salaq. B üstə gələk 3. Düzdür? Birinci mötərizədə toplamadırsa toplama olur. İkinci mötərizədə artıq uşaqlar ikinciyə baxırıq. Yəni, daha doğrusu ikinci deyirəm. Bu mötərizəyə baxırıq. Yəni, birincinin kvadratı çıxılsın. Birinci ilə ikincinin hasili 3B. Üstə gələk 9. Bunu bu şəkildə açdıq. Oldu B üstə gələk 3. B kvadratı çıxılsın 3B, üstə gələk 9. Bu demək nəyin düsturuydu? Kublar cəminin düsturu.
Daha doğru, hədə kublar cəminin. B kvadratı çıxılsın 3B, üstə gələk 9. İndi bax, bununla bu getdi. Qaldı nə? Mənfi B üstə gələk 3 qaldı. Əgər belə cavabımız yoxdursa, mötərizəni açırıq. Mənfi olanda nə olur? İçində işarələr dəyişir. Mənfi B çıxılsın 3 olacaq. Mədinə, başa düşdü qızım? Bəli. Lap yaxşı. Sonra 12'ye baxaq. Birinci qalsın 8A kvadratı. Vurulsun. Yerini dəyişirik, düzdür. Yuxarı 3A üstə gələk B. Aşağıda da 3A kvadratı. Əsma, hansılar ixtisar gedəcək? 3A gedəcək mənim. 3A yox, A kvadratları gedəcək. Bax, bu A kvadratdan bu A kvadratı gedəcək. Aha. Qalacaq yuxarıda 8 vurulsun 3A üstə gələk B. Aşağıda nə qalacaq? 3 qalacaq. 3. Deməli, hansı olacaq? C variant. Hansı? D variantı. Aha. Bunu yəni belə 3-də 8-i mötərizənin qarşısına çıxardır. Qalır 3A üstə gələk B. Belə. Sonra 13 Demək 13 yazılır. 13 də müəllimə, demək Bəli. A3 A kvadratı gedir ikisi də. Əvvəlcə çevirəcəyik. 9A kubu qalır yerində. Vurulsun. 2A kubu. 2A Üstə gəl B. üstə gələk B. Bəli. A kubları Aha. gedir. Qalır 9 Aha. vurulsun. 2A 9 üstə 2A gələk B. gəl B. A Aşağıda da 2. Aferin. Əla. Sonra 14'ü də fikirləşin görək. 14'te mənim birine üstə gəlmə, birine çıxma eləyirik, oydu. Eyni şey yəni. Birinin üstə gəl, yox. O kvadratda, hə, kvadratda ola bilər. A kvadrat çıxsın B kvadratında, sənin dediyindir. Amma kubda kubların fərqidir də. Sadəcə burada əvvəlcə 3'ü mötərizənin xaricinə çıxardıq. Qalsın A kubu, çıxılsın B kubu. Aşağıda da 3'ü çıxartsaq, qalacaq A kvadratı, çıxılsın B kvadratı. Kvadrat. Aha. 3'lər gedir. İndi bunu da düsturuna, müxtəsər vurma düsturu kublar fərqinə görə açacağıq. Bunu da müxtəsər vurma düsturunun kvadratlar fərqinə görə açacağıq. Nə qalacaq? İndi sən də nə mən yazım? Demək A mötərizənin içində yazırıq da yenə. Hə, A kubu elə bil ki, bax, A kubu çıxılsın B kubunu yadınıza salaq. Aha. A çıxaq. Bəli, kublar atılır. A çıxaq B. Aha, B. Birinci mötərizədən. Sonra da A üstə gəl B. Yox, bu kublarda deyil, o kvadratdadır elə qızım. Kublarda Eksponentlər. bax, bu çıxmadırsa, bu da çıxma oldu birincisi. Artıq ikinci mötərizəni yazanda birinci mötərizəyə baxıram. A kvadratı çıxılsın, çıxılsın yox, burada çıxmadırsa, burada toplansın. A vurulsun B, A vurulsun B, üstə gələk B-nin kvadratı. Bölünsün. İndi bunu da sən bildiyin kimi nə olacaq? A çıxılsın B, A çıxsın. A üstə Sonra da A gələk B. İndi burada çıxmaları gedəcək. Qalacaq A kvadratı üstə gələk AB bölünsün. Üstə B kvadratı bölünsün A üstə gələk B A variantı. Başa düşdün Əsma? Aha. Lap yaxşı. 15'i də yaza bilərsən. Demək burada 15'te mənim üstü dediyim kimi olur yəni. 2 qala, 2'ni çıxardırıq sonra. Aha, yəni elə də. 2'ni mötərizə xaricinə çıxardaq. Qalsın Aha, A 2 kvadratı A. çıxılsın B kvadratı. B. Bölünsün 2 A kubu üstə gələk B kubu. Sonrasını sən denə. Burada ikilər ixtisar gedir. Bəli. Aha. Sonra yuxarıda A çıxaq B. Bəli. Sonra da A üstə gələk B. Aha. Aşağıda da mən demək burada yuxarıda demək A üstə gəlib B olacaq. Bəli. Birinci mötərizəsi A üstə gələk B olacaq. Sonra Demək sonra da
A Hı. üstə gələk. Kvadratı Aha, kvadrat üstə gələk AB. çıxılsın. Burada Çox toplaması burada AB. ikincidə çıxsın AB, bəli. Üstə gələk B. Kvadratı. Kvadratı. Bəli. Burada da toplamaları gedəcək, çıxılmasının o birisindən nisbəti qalacaq. Başa düşdün Əsma? İndi bunları Aha. sən bir də təkrar özün işdə, dəftərində daha yaxşı bilmək üçün mütləq çoxlu işləmək lazımdır. Yəni riyaziyyatın ki, çoxlu işləməkdir. Çoxlu işlədikcə onu yaxşı biləsən. Yoxsa bir dəfə bildiyim, işlədim, bəsimdir, yox. Gərək çoxlu işləyəsiniz. İndi 16-nı kim izah eləyər? Mədinə izah eləyə bilərsən? Bəli. Yazmısan 16-nı. Xeyr. Amma elə yazırdım. De görək. Burada yuxarıda AX-la BX-i yəni bir mörtəziyə alacağam. AY-la BY-i bir mörtəziyə alacağam. Üstə gələk AY, üstə gələk BY. Bəli. Sonra da ortaq məxrəc çıxardacağam. Bəli, buradan çıxartdın X-i, qaldı A üstə gələk B. Buradan da Y-i çıxartdın, yəqin ki, A üstə gələk B. Sonra nə edək? Əsma, sən də diqqətlə bax. Baxıram, üstə gələk. X üstə gələk Y. Burada da bax, gedir. ortaq məxrəc A üstə gələk B-dir. Burada da ortaq məxrəc A üstə gələk B-dir. Bu dəfə A üstə onu da gələk B-ni də çıxardacağıq. Bəli. Qalacaq nə? X üstə gələk Y qalacaq. Aşağıda da X üstə gələk Y qalacaq. İndi ixtisar eləyə bilərik. Bayaq eləyə bilməzdik. Amma indi burada vurmadı deyə bununla bu gedəcək. Qalacaq A üstə gələk B. Aydın oldu uşaqlar? Bəli. Lap yaxşı. 17-yə baxaq. Əsma, köçürürsənsə köçür. Sonra 17-yə baxaq. Necə yazarıq 17-ni? Nəsə bir fikriniz var? Gəlin bir Y-la Y üsulla ixtisar gedir. yazaq. Yox, ixtisar getmir burada. Arada toplama var. Belə yaza bilərik. Çarpaz eləyək, görək nə alınır. X üstə gələk 2Y bərabərdir 3Y-ə. X da bərabərdir. 3Y-dən 2Y çıxacaq Y-ə. Deməli, X Y-ə bərabərdir. Düzdür? Əgər X Y-ə bərabərdirsə, yəni X-in yerinə Y yaza bilərik. Onda Y-lər gedəcək, elə qalacaq cavab 7. Bizdən 7x bölünsün Y-in qiymətini istəyir. Bizə bunu açdıqca X Y-ə bərabərdir. X-in yeni Y yazanda Y-lər gedəcək, elə qalacaq cavab 7. Burasını başa düşdünüz necə elədik? Əsmə, çarpaz vurduq. 3-ü vurdum Y-ə. Bərabər oldu X üstə gələk 2Y-ə. Y-ləri bir tərəfə saldım, keçirtdim. 3Y-dən çıxdım 2Y, qaldı Y. X bərabərdir Y. X də Y-ə bərabər oldu, yerinə qoyduq, ixtisar elədik. İndi 18-ə baxağım. Deməli, 18-də nə edirik? A kvadratı üstə gələk 2AB üstə gələk B kvadratı. Bu nəyin açılışıdır? Elə hansı müxtəsər vurma düsturunun açılışıdır? A kvadratı üstə gələk B kvadratının. A üstə gələk B kvadratının. A, hə. A üstə gələk B kvadratının. Burada da A kvadratı B yazacağıq. B qalacaq. A üstə gələk B. İndi nələr ixtisar gedir? Demək, A üstə gəl B gedir biri. Bəli, bununla bunun biri gedir. B-lər gedir. B-lər, bəli, B-lər də gedir. Qalır. A üstə gələk B bölünsün A-nın kvadratı. C variantı. Bəli. On 19-a da baxağım. Eyni şeydir. Eynidir. İstəyirsiniz 19-u yazarsınız, 20-yə baxağım uşaqlar. Əslində gərək elə eləyərdik. Təkləri yazardıq, cütlər qalardı sizə. Gəlin onda 20-yə baxaq.
İndi burada artıq toplamadır. Toplayanda, çıxanda kəsirləri nə edirdik? Kəsirləri toplayanda, çıxanda nə edirdik uşaqlar? Məxrəclərini eyniləşdirirdik. Bəli, ortaq məxrəcə gətirirdik. Burada da təbii ki, ortaq məxrəcə gətirməyin Şalkı. bunları bir-birinə vurmaqdan gedir. Yəni bunlar fərqlidir, müxtəlifdir. Bunları bir-birinə vuracağıq. Bunları bir-birinə vursaq nə olacaq? X üstə gələk 6, x minus 6. Onda baxın uşaqlar. Ortaq məxrəc bunu götürdük. İndi x üstə gələk 6-nı nəyə vurmuşuq? X minus 6-ya, düzdür? Onda mütləq bunun surətini də vurmalıyıq axı. Biz elə demirdik. Deyirik məxrəci nəyə vurursa surəti də ona. Onda 2x qalacaq. X minus 6. Üstə gələk. Bu birisində də x minus 6-nı x plus 6-ya vurmuşuq. Ona görə bunu da x plus 6-ya vuracağıq. Aydındır bura qədər? Aha. Bəli. Aha. İndi başlayaq. Nə edək? Vurub Bundan açaq. ixtisar gedir də X üstə gəl Yox, 6. hələ ki yox qızım. Arada toplama var. Ona görə ixtisar getmir. 2x'ı da çıxartsaq, x minus 6 belə də ola bilər. Gəlin vuraq açaq, sonra baxarıq. 2x kvadratı çıxılsın 2x'i 6-ya vurdum. 12x üstə gələk 2x kvadratı üstə gələk 12x bölünsün. Bu x üstə gələk 6x çıxılsın 6-da bilirik də nəyin açılışıdır? Hansı düsturun açılışıdır? Nəyin açılışı olacaq? Toplaması ilə Hansı müəllimə? aşağıdakı məxrəcdəki nəyin açılışıdır? X üstə gələk 6-nın kvadratının. Yox, x kvadratı çıxılsın 36. Hə. Bax, bunun açılışıdır da. X kvadratı çıxılsın 6-nın kvadratı. X çıxılsın 6, bir dəfə də x üstə gələk 6. Yadınıza düşdü? İndi bunu yığdıq da elə bil ki. Sonra görək surətdə nə qalır? 2x kvadratı üstə gələk 2x kvadratı. Elədi 4x kvadratı. Mənfi 12x-dan da müsbət 12x getdi. Qaldı aşağıda da x kvadratı çıxılsın 36. Cavab varmı belə? 4x kvadratı x kvadratı çıxılsın 36 C variantında. Başa düşdü? Aha. 21-i də bunun kimidir. İstəyirsiniz yazaq, istəyirsiniz qalsın. Siz yazın 21-i. Yazaq. Yazaq. Burada mənə 3x çıxır mötərizə xaricinə yəni. Yox, burada birinci ortaq məxrəcimizi düzəldir. X minus 2, x plus 2. Bunu vurduqsa vuracaq 3x. 3x, aha onu deyirəm, yəni 3x olacaq. X plus 2-yə üstə gələk 3x-i vuracaq X minus minus 2-yə, bəli. Burada plus 2, burada da minus 2-yə. sonra mənə burada demək 3x Hə, 3x-i vuraq açaq. 3x üstə gəl 6 olacaq. 3x-i x-in mötərizənin içinə vursaq olacaq 3x-in kvadratı. Üstə gələk 3x-i vuracaq 2-yə. Olacaq nə? 6x. Üstə gələk 3x-i x-ə vursaq. Yenə 3x kvadratı. Bu dəfə çıxılsın 3x-i 2-yə vururam 6x. Aha. Bölünsün. Aşağıdakı nəyin açılışıdır? Bayaq da düzəldir. Bax, özün fikirləş tap. Nəyin açılışını x çıxılsın 2x plus 2 eləyirik? Hansı müxtəsər vurma düsturunu? 4'ün. Yəni x kvadratı çıxılsın 4-ün. 4. Aha, yəni olmayan. İndi yuxarıda mənfi 6x ilə müsbət 6x gedəcək. Qalacaq nə? 6x kvadratı x kvadratı çıxılsın 3x'lar şey getmir. getmir. Onlar ikisi də müsbətdir deyə onlar toplanılır.
Hı hı hı. Sonra başa düşdünüz bunu da. Bəli. Aha. 22-yə baxaq. 22-də neyniyək? Düsturlara görə açaq. Sonrası görək nə gedir. Düsturları yaddan salaq. Burada müxtəsər bilmə düsturlarını bir daha yadımıza salmış oluruq. De görün birinci nə? Əsma, necə açılacaq açılsın beynin kvadratı? Demək artıq meni kvadratı A çıxaq B, sonra da A üstə gəl B Yox. mötərizə üçün. O A kvadratı çıxılsın beynin kvadratı sən dediyin kimidir. Bu isə fərqin kvadratıdır. İki ifadənin fərqinin kvadratıdır. Yəni birincinin kvadratı çıxılsın. Birinci ilə A ikincinin hasilinin 2 misli, yəni 2AB üstə gələk ikincinin kvadratı. Yadına düşdü? hı hı. Hə, indi bax burada isə A çıxılsın B, A üstə gələk B. Amma görürsünüz bu bizə heç nə vermədi uşaqlar. Demək Aha. ki, yuxarıdakını açmayacağıq. Yuxarıdakını açmaya ehtiyac yoxdur. Yuxarıdakını elə olduğu kimi gəlin saxlayaq. Olduğu kimi yazılır. A çıxılsın B-nin kvadratı qalsın. İndi baxın burada görürsünüz A çıxılsın B, burada da A çıxılsın B-nin kvadratı. Biri getdi. Yuxarıda qaldı A çıxılsın B, aşağıda da A üstə A üstə gələk gəl B. B. Aydın oldu. Yəni hər dəfədə Aha. açmaq ehtiyac deyil. Görürsünüz cavablarda da baxanda görə bilərik ki, bunları hər dəfə açmağa ehtiyac yoxdur. 23-ü deyə bilərsən, Əsma? Aha, mənə. Birincini olduğu 23-də kimi saxlayaq, elə qalsın saxlayırıq. yerində. Aha. Sonra da demək A çıxaq B mötərizə içində, sonra da A üstə gələk B. Bəli. Sonra B üstə gəl A-dan A üstə gəl B ixtisar gedir biri. Bəli. Qalacaq. Yuxarıda yazırıq B üstə gələk A. Aşağıda da yazırıq A çıxaq B. Bəli. B, hansı variantdır? B üstə gələk A, A çıxaq B, Y variantı. Yox, var. Hə, A üstə gəl B. Burada elə bir ki, hə, toplananın yerini dəyişəndə heç bir dəyişiklik olmur deyə dəyişə bilərik. Amma çıxmanın yerini dəyişsək, gərək qarşıya mənfi verək. Ona görə də Y variantı olacaq. Hı. Mədinə 24-ü yaza bilmisən? 24-də xeyr müəllimə. Çatmamısan, yoxsa yaza bilmədin? Yuxarı çatmamışdım, 23 deyildim. Hı -hı. 24-də baxağın. M-in qalır yerində. Gəlin mötərizənin içini ortaq məxrəc gətirək. Ortaq məxrəci elə M-nin özüdür. Bax, bunun ortağı 1-dir. Daha doğrusu məxrəci 1-dir. 1 ilə M-nin əlbəttə ki, ortaq məxrəci elə M-nin özü olacaq. İndi 1-i M-in eləmək üçün M-nə vurmuşuq. Düzdür? Ona görə 2-ni də vuracağıq. Olacaq 2 vurulsun M-N. Üstə gələ. Bunun özü isə qalacaq. Çünki onu vurmaya ehtiyac yoxdur. Elə M-nin özüdür. M kvadratı, üstə gələk N kvadratı qalacaq. Bura qədər aydın oldu. Bax, bunun mötərizə Bəli. xətt, bunun ortaq məxrəcini gətirməyə. MN oldu ortaq məxrəci. İndi bu MN-lə bu MN gedə bilər. Çünki ucu vurmadı burada. Bu da nəyin açılışıdır? Bax bu. M üstə gələk N-in kvadratının açılışıdır. Düzdür uşaqlar? Hı -hı. Başa düşdün Əsma? Bəli. Lap yaxşı. İndi 25-i deyə Bəs mənə bilərsən. 25-də elə bil ki x, y var, sonra da yəni ilk gəlmir. Dəyişmir Bəli, yəni. olsun. Olsun, onun fərqi yoxdur. Yenə ortaq məxrəc nəyə götürəcəyik? Demək, ortaq məxrəc mənə x, y. Bəli. İndi burada bunun surətinə heç nəyə vurmayacaq. Çünki elə x, y-dir də, heç nəyə vurmamışıq axı. Aha. Ona görə bunun surəti olduğu kimi qalacaq. Amma 2, bax, bunun məxrəci 1-dir. 1-i x, y-ə vurmuşuq ki, x, y alıb da. İndi 1-i vurmuşuqsa x, y-ə, onda mütləq 2-ni də vurmalıyıq. Düzdürmü? Məxrəci vurmuşuqsa surəti. Aha. Bəli, çıxılsın olacaq 2x, y. Və vurulsun x, y. Burada bunlar gedəcək. Bu da nəyin açılışı olacaq de görüm?
X, Y üstə gəl. Hə, nəyin x çıxılsın, bax çıxma var axı. X Aha. çıxılsın, y-in kvadratının açılışı olacaq. Prosta burada 2x, Y heç nə olmur. Qalır elə. Bu qızım, qalır ki, bu bəs açılışdır da. Bax bu. Elə bil ki, bax x minus y-in kvadratını açsaq, nə olacaq? Hı-hı. X kvadratı çıxılsın 2xy üstə gələk y-in kvadratı. Bax bu açılışı idi. Biz də bunu bax yığdıq, qoyduq belə. Hə, qarışdırıram biraz ona görə. Bu bununla getdi ixtisar, bəli, vurma. Bununla bunlar ixtisar gedə bilməz. Çünki yuxarıda toplama çıxma var. Aşağıdakı məxrəcdə yoxdur. Onlar gedə bilməz. Ancaq arada vurma olanda ixtisar apara bilərik. Aydındır. Aha, Ümumiyyətlə tamam. yadında saxla ki, ixtisar vurmaya aiddir. Ortaq məxrəc gətirmək nəyə aiddir? Toplamaya, çıxmaya, kəsirlərdə müqayisəyə aiddir. Sonra görək nə var? Deməli 25-in yazdıq. 26-ya. 26-ya da baxaq uşaqlar, 1 dəqiqəmiz qalıbdı. Mədinə, sən izah verirsən 26-nı? Bəli. De görüm qızım. Bir dəqiqə. Tez-tez denə. Vaxtımız azdır. 6x-in kubu bölünsün x minus 5. Burada 25 çıxılsın x kvadratı necə açarsan? 5 çıxaq x olar da mənə. 5 çıxılsın x, sonra Aha. 5 üstə gələk x. Bu, Anladım. Əsmə bax, 5 kvadratı çıxılsın x kvadratının deməkdir də. 5 çıxılsın x, bir də 5 üstə gələ x. Kvadratları atırıq, özləri qalır. Burada çıxmalar Aşağıda gedir də ixtisarlarına. 18x kvadratı. İndi bəli, çıxmalar gedir. Amma görürsən, biri x minus 5-dir, biri 5 minus x-dir. Ona görə də qarşı mənfi atacağıq. Aşağıda 6x-in kubu ilə 18x-in kvadratı gedəndə aşağıda 3 qalacaq. 3. Amma burada x-in kubudur, burada x-in kvadratıdır. Ona görə yuxarıda nə qalacaq bir dənə? X qalacaq. X qalacaq. Bir də nə olacaq? Nə qaldı? 5 üstə gələ 5 də gəl. 5 üstə gələ x. İndi belə cavab yoxdur. C variantında görürsünüz, neyinibdir? Vurub açıbdır. Mənfini saxlayıram. 3 də qalır aşağıda. X-i vuram mötərizənin içinə. 5x üstə gələ x-in kvadratı. Belə də yazırıq. Aydın oldu uşaqlar. İnşallah bunun davamını yazın. 50-yə qədər tamamlayın. İnşallah 4-cü gün görüşərik. İnşallah. Tamam. Oldu. Selamun aleyküm. Və aleykum